paid their taxes and is spending tens of millions. In the last 2 years, they are more concerned. He said that he will come or not come. Никогда не соглашаться на оккупацию. Efirdə nə baş verir deməyin vaxtıdır. Ermənistanda 4-cü Respublika ideyası səhnədədir. Avropa ilə Rusiya arasında diplomatik ton kəskinləşib. Yaxın şərqdə isə girov siyahıları və raketlər yenidən dəyişdirilir. Hətta son dəqiqə xəbərləri var. Az sonra diqqətinizə çatdıracağım. Görünür, hər kəs öz yeni başlanğıcını axtarır. Kim ideologiya ilə, kimi silahla, kim də sarkazmla. Bəs nəticə necə olacaq? Yaxın bir saat ərzində ölkə və dünya gündəminin əsas siyasi hadisələrini müzakirə edəcəyik. Bələdçiniz isə mən olacağım Jalə Həsənli. Anonslarla başlayaq. Nikol Paşinyan seçkidən sonra quracağı 4-cü Ermənistan Respublikasının hədəflərini açıqladı, 3 istiqamət verdi. Maraqlıdır ki, bu istiqamətlərin hər biri də Azərbaycanla bağlıdır. Beləliklə, Paşinyan necə bir Ermənistan qurmağı planlayır? Azərbaycanla münasibətlərin gələcəyini necə yazır? Birazdan biləcəksiniz. Qərbdə tez-tez səslənən Kremlin əli ifadəsinə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharovadan maraqlı bir cavab gəldi. Niyə Parisin ayağı Brüsselin başı olmasın dedi? Bəs Avropadan hansı cavab gəldi? Artan Avropa-Rusiya gərginliyinin məntiqi yekunu necə olacaq? Müzakirə edəcəyik. Həmas və İsrail girovların azad edilməsi ilə bağlı bir-birinə siyahı təqdim elədi. Həmasın yeni tələbi ortaya çıxdı. Keçmiş liderləri Yəhya Sinvar və onun qardaşının meyitlərini istəyirlər. Bəs Misirdə davam edən danışıqlarda vəziyyət nə yerdədir? Kulislərdən mətbuata hansı ilkin məlumatlar sızdı? Bir daha yeri gəlmişkən diqqətinizə çatdırım ki, Hakan Fidanın son dəqiqə açıqlaması var. Bugün sülh əldə oluna bilər deyildi. Az sonra təfərrüatları diqqətinizə çatdıracağıq. Cənubi Livanda Hizbullah komandirlərindən daha biri öldürüldü. Dəhşətli görüntülər ortaya çıxdı. Partlayış anının videosu da yayıldı. Beləliklə, ölkə və dünya gündəmində nə baş verir? Bizi izləyin ki, bütün bunlardan və daha çoxundan xəbərdar ola bilərsiniz. Никогда не соглашаться на оккупацию. Bəli, az sonra ölkə gündəminə qayıdacağıq, amma indi dünya gündəminə nəzər yetirməyin tam vaxtıdır. Çünki son dəqiqə açıqlaması yaxın şərqlə bağlıdır. Bildiyiniz kimi artıq 2 ilə yaxındır ki, Qəzzada çox kəskin bir qırğın gedir, çox kəskin bir fəlakət gedir. Dəhşətli kadrlar ortaya çıxır, bilirsiniz, 60 mindən yuxarı Fələstinli həlak olub. İsrail tərəfinin də itkiləri var təbii ki. Bütün bunların dayanması üçün də danışıqlar gedirdi Misirdə. İndi Türkiyədə müsbət bir açıqlama var. Türkiyə Xarici İşlər Naziri Hakan Fidan İsrail və Həmasın Misirdəki dolayı danışıqlarda razılığa gəldikləri təqdirdə bugün, bəli, elə bugün atəşkəsin elan ediləcəyini bildirdi. Eşidək. Bugün inşallah bir olumlu tablo çıkması halinde hedeflenen 4 tane husus var. Şu anda onun detayları üzerinde tartışmalar devam ediyor. Belli maddelerde epey mesafe kat edildi. 1-2 tane husus var. İşte önümüzdeki saatlerde belki onların netleşmesi konusunda bir şu anda çaba söz konusu. Bu 4 madde şu, yani bugün uzlaşmaya varılırsa bir ateşkes ilan edilecek. Ateşkesi mütakip her iki tarafın elinde bulunan ve mutabık kaldıkları Hamas'ın elindeki rehineler ve cesetler, İsrail'in elindeki belli miktar müebbet hapse mahkum olanlar, 7 Ekim'den sonra tutuklanmış olan belli sayıdaki Filistinli serbest bırakılacak. Bəli, xəbər verdiyimiz kimi yaxın şərqdə son dəqiqə açıqlamaları ola bilər, müsbət açıqlamalar gələ bilər. Qəzzadakı fəlakətin dayandırılması ilə bağlı tərəflər razılığa gələ bilərlər. Biz də prosesləri izləyirik, gələcək informasiyaların hər birini anında sizin diqqətinizə çatdıracağıq. İndi isə qaydaq ölkə gündəminə. Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşmalar tarixi əhəmiyyət kəsb edir. Bu barədə Prezident İlham Əliyev Xorvatiya parlamentinin sədri Gordon Yandrakoviçin başçılıq elədiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı həmçinin Azərbaycanla Xorvatiya arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Gordon Yandrakoviç öz növbəsində ölkələrimiz arasında əlaqələrin yaxşı səviyyədə olduğunu bildirib. Qonaq
Həmçinin Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində əldə edilən nəticələr münasibəti ilə təbriklərini də çatdırıb. Xorvatiyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafını daim dəstəkləməsi də vurğulanıb. Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan, Türkiyə Müdafiə Nazirlərinin 12-ci üç tərəfli görüşündə iştirak etmək üçün Türkiyədə səfərdədir. Türkiyəyə səfəri çərçivəsində general-polkovnik Zakir Həsənovun Ankarada Türkiyəli və Gürcüstanlı həmkarları ilə ilk tərəfli və üç tərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub. Davam edirik. Bakıdan Moskvaya uçan Azərbaycanlı sərnişinlər Rusiyanın Jhukovski hava limanında saxlanılıb. Bu barədə sərnişinlərdən biri sosial mediada məlumat verib və görüntülər paylaşıb. Qeyd edək ki, 6 oktyabr 2025-ci il tarixində Heydər Əliyev hava limanından Rusiyanın Jhukovski hava limanına eniş ediblər. Yoxlanış məntəqəsinə heç bir səbəb olmadan saxlanılıblar. Artıq 3 gündür ki, nəzarət məntəqəsində qalırlar. Məlumata görə Azərbaycanlılarla birlikdə nəzarət məntəqəsində Tacikistan və Qırğızistan vətəndaşları da var. Moskvanın hava limanında saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin də nəzarətindədir. Bu barədə də səfirlik məlumat yaydı və qeyd olundu ki, hazırda konsulluğun əməkdaşları bu məsələnin həlli ilə məşğuldurlar. Səfirlikdən o da bildirilib ki, Azərbaycan vətəndaşları Rusiya Federasiyasına getməmişdən 72 saat öncə müvafiq proqramda qeydiyyatdan keçib icazə almalıdırlar. Lakin təəssüflər olsun ki, vətəndaşlarımız buna əməl etmirlər deyə məlumatda bildirilib. Həmçinin qeyd olunub ki, Rusiya saxlanılanları öz ölkələrinə geri qaytaracaq, amma hava limanına Azərbaycan təyyarələri uçmur, ancaq Rusiya təyyarələri uçur. Bu reyslərdə də həftədə 2 dəfə, 1-ci və 4-cü günlər həyata keçirilir ki, onlara görə də sabah təyyarə dolu olmasa, yer olsa, videosu yayılan vətəndaşlarımız Azərbaycana sabah göndəriləcəklər. Yer olmasa, gələn həftənin 1-ci günü göndəriləcəklər deyə Azərbaycanın Rusiyadakı səfirliyinin yaydığı məlumatda qeyd olunub. İndi isə Ermənistandan xəbər verək. Ümumiyyətlə, Nikol Paşinyanın bugün çox maraqlı açıqlamaları oldu. Ermənistan müxalifətinə də, Azərbaycanla Ermənistan münasibətlərinə dair də maraqlı açıqlamalar gəldi. Təbii ki, az sonra ona toxunacağıq, amma bütün bu qərarları vermək üçün Nikol Paşinyan iş yerinə gedir təbii ki və həmin iş yerinə necə getdiyinə dair görüntülər maraqla qarşılandı. Bugün onu təqdim edək sizə, metrodan istifadə edib. Ermənistanın gələcəyini Nikol Paşinyanla görənlər təbii ki, onun bu hərəkətlərini müsbət qarşıladı, alqışladı, amma revanşist tərəf, müxalifətçilər isə təbii ki, bunu tənqid etdilər və bildirdilər ki, bu heç vaxt baş vermir, amma seçki öncəsidir deyə Nikol Paşinyan cəmiyyətin gözündən belə bir pərdə asmağa çalışır deyə də şərhlər gəlməkdə idi. Dediyimiz kimi açıqlamalar var idi. Nikol Paşinyan 4-cü Respublikanın 3-cü Respublikadan nə ilə fərqlənəcəyini açıqladı. O, bu barədə Facebook səhifəsində yerləşdirdiyi videoda deyib. Paşinyan bəyan edib ki, hakim partiya 4-cü Ermənistan Respublikasının yaradılmasını özünün strateji hədəfi elan edir. Baxaq, başqa nələr dedi. 4-cü Respublikanın yaradılması məqsəd kimi partiyanın qurultayda qəbul etdiyi bəyannamədə öz əksini tapıb. Çox adam 3-cü və 4-cü Respublikalar arasında nə fərq olacağını soruşur. İzah edək, fərq budur. 3-cü Respublika müharibə məntiqinə, 4-cü Respublika isə sülh məntiqinə əsaslanır.
3-cü Respublikada Konstitusiyanın xalqın iradəsini azad ifadə etməsi və səsvermə yolu ilə qəbul edilməsi böyük şübhələr yaradır. Halbuki 4-cü Respublikada belə şübhələr olmamalıdır. 3-cü Respublikada xalqın hakimiyyəti nisbi və formal xarakter daşıyır. 4-cü Respublikada bu aydın və mübahisəsiz olmalıdır, deyir Nikol Paşinyan. Və nəhayət, 3-cü Respublika vətən xəyalları, arzulanan vətən axtarışlarıdır. 4-cü Respublikada isə Ermənistan Respublikası bizim arzularımızın vətənidir və vətəni axtarmağa da ehtiyac yoxdur, dedi Nikol Paşinyan və təbii ki, erməni cəmiyyətində də bu ideologiyanı yaymağa və dərinləşdirməyə çalışır. Təbii ki, Ermənistanı keçmişin əlindən xilas etməyə çalışır. Robert Köçəryan, Levon Ter-Petrosyan və Serj Sarkisyan siyasi meyitlərdir. Bu açıqlama isə Ermənistan parlamentinin sədri Alen Simonyandan gəldi. Sabiq prezidentlərin seçki öncəsi yenidən müxtəlif bəyanatlarla gündəmə gəlməsinə belə reaksiya verdi. İzləyək. Hörmətli jurnalistlər, Köçəryanın müsahibəsini izləmədim və izləmək də istəmirəm. İnternetdə bir neçə kəsilmiş video və mətbuatda 1-2 stat görmüşəm. Məzmun baxımından heç bir yenilik gözlənilmir. Estetik baxımdan isə o, insanı izləmək və dinləmək sadəcə xoşa gəlməzdir. Onun o saxta gülüşləri, üzündəki təhriflər, cəfəng fikirləri və cəsarətli pozaları artıq heç kimə maraqlı deyil. Bunu ona deməyiblər ki, əhvalı korlanmasın. Əgər deməyə sözü varsa, onun yolu çoxdan göstərilib. Cəsarətini toplayıb, Ermənistan Respublikasının yeganə seçilmiş rəhbəri Nikol Paşinyanla debatda iştirak etsin, dedi Alen Simonyan. Və başqa nələr dedi? Amma əminəm ki, vaxtilə özünü ölkənin yeganə kişisi adlandıran şəxs, söhbət burada Robert Köçəryandan gedir, bu ifadə sırf ona aid idi. İndi digər seçilməmişlərdən Serj Sarkisyan və Levon Ter-Petrosyandan, daha doğrusu onlar kimi qorxur. Qorxmayın, onsuz da siz çoxdan siyasi meyitsiz, itirəcəyiniz bir şey də yoxdur. Heç olmasa aranızda kimin daha çox meyit olduğunu seçmək üçün bu debata gəlin, deyə Alen Simonyan onlara bir çağırış elədi. Maraqlıdır, Ermənistanın 3-cü və 4-cü respublikaları arasında fərq axtaranlar üçün Paşinyanın son açıqlamaları əslində kifayət qədər açıq cavab idi. O deyir ki, 3-cü respublika müharibə məntiqinə, 4-cü isə sülh məntiqinə əsaslanacaq. Amma diqqət edin, bu sülh məntiqinin hədəfi birbaşa Azərbaycandır. Çünki Ermənistanın gələcək taleyi, onun hansı respublika olacağı məhz Bakı ilə münasibətlərin formatından asılıdır və Ermənistanda Paşinyan hakimiyyəti bunu çox gözəl başa düşür. Əslində Paşinyan yeni Ermənistanı qurmaqdan yox, köhnə Ermənistanın yükündən qurtulmaqdan danışır. O yükün adı isə qeyd elədiyimiz kimi Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyandır. Ermənistan iqtidarı müxalifəti hələ də erməni xalqını Moskvadan gələn təlimatlarla idarə etmək istəyən siyasi meyitlər də adlandırdı. Parlament sədri Alen Simonyanın ifadəsi ilə desək, bu meyitlər hələ də danışır, amma artıq heç kim onları eşitmir. Köçəryanın son açıqlamaları isə erməni cəmiyyətində revanşist əhval-ruhiyyəni diriltmək, xalqı yenidən müharibə ovqatına salmaq üçün idi. Biz belə oxuyuruq. Ekspertlər necə oxuyur, az sonra toxunacağıq. Bir daha xatırladaq ki, bu şəxslərin hər üçü vaxtı ilə SSR Dövlət Təhlükəsizlik Komitəsinin, yəni KKB-nin agenti olublar. İndi də Kremlin sifarişlərini yerinə yetirirlər. Onlar erməni maraqlarından danışsalar da əslində Ermənistanı imperiya orbitindən çıxmağa qoymayan köhnə sistemin simvollarıdır. Bugün isə Ermənistanda gedən proses Paşinyanın 4-cü Respublika konsepti məhz bu aslılığı qırmaq, Moskvaya olan, daha doğrusu Moskvaya tabe olan köhnə elitanı da tarixdən silmək cəhdidir. Bəs bu 4-cü Respublika doğrudan mı sülh gətirəcək, yoxsa sadəcə yeni bir siyasi mifəmi çevriləcək? Paşinyan bunu bacaracaqmı? Azərbaycanla münasibətlər bu sülh məntiqində necə görünür? Və ən əsası 4-cü Ermənistan ideyası Ermənistanın dövlətçiliyini möhkəmləndirəcək, yoxsa onun növbəti siyasi təcrübəsinə mi çevriləcək sadəcə? Müzakirə edəcəyik. Milli Məclisin üzvü Qüdrət Həsənquliyev hazırda bizimlə bağlantıdadır. Qüdrət müəllim, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Nikol Paşinyan 4-cü Respublika ideyası ilə sizcə nəyə nail olmaq istəyir? 4-cü Respublika ilə Paşinyan
Ermənistanın daxili idarəetmə modelini dəyişmək istəyir, yoxsa sadəcə Rusiya orbitindən çıxmaq üçünmü yeni ideoloji çərçivə formalaşdırır? Nə baş verir? Sizdən eşidək təhlilləri. Paşinyan və onun tərəfdarları başa düşürlər ki, Ermənistanın gələcəyi Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətlərinin yaradılmasından və inkişafından keçir. Onun üçün də qonşulara olan ərazi iddialarından Ermənistan imtina etməlidir. Bütün kommunikasiya xətləri açılmalıdır. Ticari, iqtisadi əlaqələr inkişaf etdirilməlidir. Gələcəkdə isə mədəni, humanitar əlaqələr yaranmalıdır bu qonşu respublikalar arasında. Elə bu gün mən mətbuata verdiyim açıqlamada söyləmişdim ki, Türk Dövlətləri Təşkilatı Plus formatında gələcəkdə Gürcüstan və Ermənistan da Türk dövlətləri ilə birlikdə iştirak edə bilər. Bu ona gətirib çıxacaq ki, doğrudan da Ermənistan üzərindən bir çox həm kommunikasiya xətləri keçəcək, nəqliyyat dəhlizlər olacaq, ola bilsin ki, qaz, neft kəmərləri çəkiləcək. Ermənistan bundan fayda götürəcək və Ermənistanın beynəlxalq arenadakı mövqeyi daha da güclənmiş olacaq. Bilirsiniz, ermənilər artıq başa düşüblər ki, keçmişlə yaşamaq olmaz. Paşinyan da bunu təbliğ edir. Əgər biz keçmişə dönsək ki, tarixdə kim hansı ərazilərdə məskunlaşıb, hansı ərazilər hansı xalqlara məxsusdur, o halda Ermənistan Azərbaycan torpaqlarında formalaşıb. Amma əgər belə bir yanaşma olsa, dünyada elə bir ölkə olmayacaq ki, gələk öz qonşuları ilə müharibə aparmasın. Buna görə tarix boyu torpaqlar bir dövlətdən başqa dövlətə keçib, bir ərazilər bir dövlətin tərkibində olub, sonra başqa dövlətin ərazisində olub. Bu baxımdan ərazilərin dəyişdirilməsi, sərhədlərin dəyişdirilməsi müasir dünyada qəbul edilməz sayılır və müharibələrə yol açan bir yanaşmadır. Onun üçün də Paşinyan deyir ki, biz reallıqları qəbul eləməliyik. Artıq beynəlxalq birlik tərəfindən tanınmış Ermənistan əraziləri var, Azərbaycan əraziləri var. Biz bəli, delimitasiya və demarkasiya etməliyik sərhədləri, amma öz sərhədlərimiz daxilində erməni vətəndaşı üçün firavan bir həyat qurmalıyıq. Nə vaxta qədər Ermənistan öz qonşuları ilə müharibə vəziyyətində olacaq, Ermənistan daim sızıldayacaq, əzabkeş özünün obrazını yaradacaq, çalışacaq ki, başqa dövlətlərdən yardım alsın, kömək eləsinlər ona. Amma bu yolla da axı dilənçilik etməklə də yaşamaq mümkün deyil. Əgər normal yaşamaq istəyirsənsə, özünün iqtisadiyyatın olmalıdır, özünün qonşu dövlətlərlə ticari əlaqələrin olmalıdır. Qaldı orada Rusiya yönümlü Köçəryan Sarkisyan, mən əminəm ki, gələcəkdə əgər onlar öz mövqelərində ciddi dəyişikliklər etməsələr, ola bilsin ki, Azərbaycan Respublikasının prezidenti onları Paşinyandan istəyə bilər və müharibə cinayətləri törətmiş şəxslər kimi sadəcə olaraq onların hakimiyyətə gəlməsi üçün Rusiyanın çalışdığını da düşünmürəm, səmimi söyləmək istəyirəm. Rusiya onlardan bir alət kimi istifadə edir Paşinyan hakimiyyətinə təzyiq eləmək üçün. Necə ki, əvvəllər ümumiyyətlə Ermənistan dövlətindən və Ermənistan rəhbərliyindən Azərbaycana bir təzyiq vasitəsi kimi, bir alət kimi istifadə edirdisə, indi də Ermənistanın içərisində onlardan istifadə etməklə Paşinyanı daimi təzyiq altında saxlamaq, Paşinyanın Rusiyanın istədiyi qərarlar qəbul etməsinə yönləndirmək yolu tutub. Mən əminəm ki, Rusiyada görürlər və bilirlər ki, nə Köçəryanın, nə Sarkisyanın, nə də onun kimi revanşistlərin Ermənistanda hakimiyyətə gəlmə imkanları yoxdur. Artıq Paşinyan bacardı ki, bəli, Trumpın da iştirakı ilə ilkin sülh sazişi imzalandı, Vaşinqton bəyannaməsi və erməni xalqı da artıq müharibədən yorulub və ümumiyyətlə yeni müharibə olacaqsa bu müharibənin necə nəticələnəcəyinə dair də onlarda aydın təsəvvürlər var. Bu baxımdan mən düşünmürəm ki, Ermənistan xalqı revanşistləri, o avantüristləri yenidən hakimiyyətə gətirsin və onlar doğrudan da gəlib Azərbaycana qarşı hansısa hərbi əməliyyatlar keçirsinlər. Bilirlər ki, növbəti dəfə sərhəd bölgəsində hər hansı bir təxribat Ermənistan üçün doğrudan da Ermənistan dövlətçiliyinin itirilməsinə qədər ağır nəticələr gətirib çıxara bilər. Buna görə də düşünürəm ki, Paşinyan öz xalqı üçün ağıllı və düzgün yol göstərir. Paşinyan çalışır ki, hüquqi demokratik bir dövlət qursun, güclü iqtisadiyyat qursun. Həqiqətən də indi Ermənistanda ümumi daxili məhsulun
artımında 6-7%lik bir artım var. İqtisadiyyatları da inkişaf eləyir. Azərbaycanla münasibətlər düzələndən sonra daha da inkişaf eləyəcək. Əslində biz də bunu istəyirik. Biz həmişə istəmişik ki, qonşularımız daha yaxşı yaşasınlar. Yaxşı yaşayan xalqlar başqalarına problem yaratmasınlar, başqaları ilə dostluq siyasəti yürütsünlər, dostluq siyasəti aparsınlar. O baxımdan mən hesab edirəm ki, Azərbaycan da, yəni Paşinyanın bu müraciətlərinə müsbət, pozitiv yanaşmalıdır və biz çalışmalıyıq ki, Ermənistanda sabitlik olsun, seçkilər orada Ermənistan xalqının iradəsinə uyğun keçirilsin. Bu halda da mən əminəm ki, Paşinyan növbəti seçkiləri uda biləcək. Amma kənar müdaxilələrin olacağı da istisna edilmir, xüsusilə də Rusiya və Qərb faktoru fonunda. Bir də maraqlı bir açıqlama da bugün Alen Simonyandan gəldi, elə onlarla bağlı ki, Alen Simonyan sabiq prezidentləri siyasi meyitlər adlandırdı. Bu Paşinyan komandasının onları artıq ciddi rəqib kimi qəbul etmədiklərinin mi göstəricisidir? Yəni bu üçlük Ermənistan siyasətinə təsir imkanlarını tam itirib deyə bilərikmi, yoxsa Kreml onların vasitəsilə yenə də Paşinyana təzyiq mexanizmini işə sala biləcəkmi? Yəni dediniz, cəmiyyət əslində görür, reallığı görür və qərar da əslində Paşinyandan tərəf olmalıdır. Bəs Rusiya bura necə müdaxilə eləyə bilər? Mən deməzdim ki, Sarkisyan və Köçəryan tamamilə Ermənistan cəmiyyətində öz dəstəklərini itiriblər. Ona görə ki, Ermənistanda uzun illər ki, bunlar Rusiyanın forpostu olublar və bu barədə Rusiya rəsmiləri hətta Yerevanda açıq bəyanatlar verməkdən çəkinməyiblər zamanında və bu zamanda Ermənistan rəhbərliyi onların bu açıqlamalarına hətta etiraz etmək cəsarətində olub. Ona görə də böyük bir Rusiya yönümlü Ermənistanda bir siyasi elitanın tərkibində kütlə var, qruplar var. Həm də Ermənistan ordusunda belələri çoxdur. Amma onlar o gücdə deyirlər ki, yenidən Ermənistanda hakimiyyətə gəlsinlər. Ona görə ki, onların apardığı siyasətin nəticəsi ona gətirdi, çıxartdı ki, onlar nəinki Dağlıq Qarabağı Ermənistana birləşdirə bilmədilər və onlar həm də təkcə Dağlıq Qarabağı birləşdirməyi nəzərdə tutmurdular. Ümumiyyətlə, Azərbaycanın işğal olmuş bütün ərazilərini geri qaytarmaq istəmirdilər və bəyan edirdilər ki, biz bir qarış da olsun torpaq qaytarmayacaq. Yəni, Qarabağ ətrafındakı o 7 rayondan söhbət gedirdi. Yəni, bu siyasətin Ermənistana nə gətirdiyini gördülər. Qazandıqları o oldu ki, rüsvayçı məğlubiyyət və artıq o xəstələnmiş, belə deyək, böyük Ermənistan xülyası ilə yaşayan o ermənilər, onlar da Azərbaycandan köçüb getmək məcburiyyətində qaldılar. Könüllü sürətdə, ona görə ki, xalqımıza qarşı onlar çox böyük, ağır cinayətlər törətmişdilər. Çox acı yaşatmışdılar bizim xalqımıza. Onların üzü yox idi ki, yenidən bizim xalqın içərisində yaşasınlar. Ona görə də 23-cü ilin 20 sentyabrındakı o əməliyyatlardan sonra, 19-20 sentyabrındakı antiterror əməliyyatlardan sonra onlar başa düşdülər ki, onların burada qalıb yaşaması onlar üçün çox çətin olacaq. Azərbaycan Respublikasının vətəndaşlığını da qəbul eləmək istədilər və çıxdılar, getdilər. Və Ermənistanın qazandığı nə oldu? Ümumiyyətlə, Qarabağdakı ermənilər köçdülər, getdilər və xeyli sayda, o cümlədən çox təəssüf ki, bizim vətəndaşlarımız da olmaq şərti ilə çox gənclər, çox insanlar həyatlarını itirdilər. Hər iki xalqda müəyyən böyük problemlər yaşadı. Xüsusilə də Azərbaycanlılar, 1 milyon Azərbaycanlı 10 illər ərzində böyük məhrumiyyətlərlə üz-üzə qaldı, ev eşiyindən didərgin düşdü, evləri dağıdıldı. Siz görürsünüz ki, o vandalların, o belə deyək, o canilərin törətdiyi Qarabağdakı vəhşiliklər nədən ibarətdir? Daşı daş üstündə qoymuyublar. Biz indi bütün Qarabağı sıfırdan, yəni yenidən o binalar yeri təmizlənir və yenidən binalar inşa olunur. Bir binanı belə təmir eləmək mümkün deyil, müəyyən istisnalarla. O baxımdan çox böyük maddi ziyan vurublar, ekoloji ziyan vurublar, təbiətimizi dağıdıblar. Ən başlıdası isə insanlarımız çox əziyyət çəkib bundan. Amma buna baxmayaraq yenə də Azərbaycan xalqı böyük xalqdır, müdrik xalqdır və biz də başa düşürük ki, onlar bizim qonşularımızdır və biz nə zamansa çalışmalıyıq ki, barışaq və dinc yanaşı yaşayaq.
Onlar da peşmançılıq hissi keçirdirlər. Biz indi bu müharibə başlayandan sonra onlardan Azərbaycan xalqından rəsmi qaydada üzr istəmələrini tələb etmədik. Kompensasiya tələb etmədik onlardan ki, bu müharibə zamanı törətdikləri cinayətə görə onlar təzminat ödəməli idilər. Həm müharibədə həyatını itirmiş insanların ailələrinə, əlil olmuş şəxslərin ailələrinə, bizim vətəndaşlarımıza, dövlətimizə. Biz bunların hamısını ona görə etmirik ki, 44 günlük savaşdan sonra prezident dərhal elan elədi ki, biz sülh istəyirik və sülh sazişi imzalamağa hazırıq Ermənistanla və ilkin olaraq 5 bəndlik bir saziş də təklif olundu. Düzdür, Ermənistan onu qəbul eləmədi. Ondan sonra Azərbaycan bəzi əlavə tələblər də irəli sürdü. Bunu ona görə söyləyirəm ki, Ermənistan xalqı nə qədər tez qəbul eləsə ki, Azərbaycan dövlətinə və Azərbaycan xalqına qarşı çox ağır cinayət törədiblər. Türkiyə münasibətdə çox ədalətsiz bir siyasət yürüdüblər. Türkiyəni soyqırımda ittiham ediblər. Başqa dövlətlərin təşəbbüsü ilə, başqa dövlətlərin diktəsi ilə, kimlərin əlində alət olublar. Mən həmişə ona görə deyirəm ki, biz Ermənistanı bir dövlət olaraq həm də başqalarının əlində alət olmaqdan xilas elədik. Biz onları bir növ elə bil o erməni xəstəliyindən xilas eləmək istəyirik. Bu gün də ona cəhd göstəririk və çox istərdik ki, əlbəttə Ermənistanda revanşlar hakimiyyətə gələ bilməsin və mən əminəm ki, onlar gələ bilməyəcəklər. Rusiyada da buna əmindirlər ki, gələ bilməyəcəklər. Sadəcə onlardan Paşinyana təzyiq kimi istifadə edirlər həmin qüvvələr. Aydındır. Çox təşəkkür edirəm ətraflı şərhiniz üçün Qüdrət müəllim. Bir daha minnətdarlığımızı bildiririk və Cənubi Qafqazda gedən proseslərdən danışdıq, Azərbaycan-Ermənistan münasibətlərindən danışdıq. Xüsusilə də Alen Simonyanın müxalifətçiləri siyasi meyitlər adlandırmasına toxunduq ki, onların şansı nə qədərdir. Müzakirə etdik Cənubi Qafqazda, indi isə dünya gündəminə nəzər yetirəcəyik. Никогда не соглашаться на оккупацию. Davam edirik. Rusiya Moldovanın təhlükəsizliyinə təhdid elan edilib. Bu, Moldovanın 2035-ci ilə qədər nəzərdə tutulan yeni hərbi strategiyasında qeyd edilib və bildirilib ki, Moldova hərbi personalını 10.500-ə çatdıracaq. Müdafiə büdcəsinin 1%-nə qədər artırılması da planlaşdırılır. Silahlı qüvvələrin modernləşdirilməsi və onların Avropa İttifaqının müdafiə təhlükəsizliyi arxitekturasına inteqrasiyası da nəzərdə tutulur. Bu təhlükəni Moldova necə hiss etdi, hansı məqama görə hiss etdi və bu qabaqlayıcı tədbirlərin kökündə nə dayanır, nə üçün belə bir addım atılır? Çünki bilirsiniz ki, Polşada əsas hədəflərdən biri hesab olunurdu. Biz qarşıdakı dəqiqələrdə təbii ki, ekspertimizdən bu məqamı da soruşmağa çalışacağıq ki, niyə hədəf Moldovaya çevrildi? Nə baş verir? Az sonra toxunacağıq. Rusiya qüvvələri Xerson yaxınlığındakı PUA istehsallı müəssisəsini İskəndər raket zərbəsi ilə vurub. Rusiya Müdafiə Nazirliyi raket zərbəsinin görüntülərini də yayıb, hazırda həmin kadrları izləyirsiniz. İndi isə gələk Zaxarovanın açıqlamalarına kifayət qədər Birləşmiş Ştatlara və Qərbə ünvanlanmış mesajlar var idi. Az sonra geniş müzakirəsini də edəcəyik. Ondan öncə isə nəzər yetirək ki, Zaxarova nələr dedi. Avropada beynəlxalq dialoqu həqiqətdən və faktlardan illüziya reallıqlarına çevirən ifadələr uydururlar. Dediyimiz kimi Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova belə dedi. Başqa nələr dedi? Diqqət edək. Beynəlxalq hüquq normalarına uyğun olmayan hərəkətlər var. Lakin Qərb onları qanunun altına salmaq istəyir. Bu, kölgə donanması, Kremlin əli, şər oxu və Rus hakerləri kimi ifadələrin yaranmasına gətirib çıxarır. Niyə sadəcə Kremlin əli, niyə Parisin ayağı olmasın, niyə Brüsselin başı olmasın demək istəyərdim. Amma o zaman da çox başlı olardı. Yəqin buna görə də nəsə kəşf etmədilər, deyir Mariya Zaxarova. Mariya Zaxarova həmçinin ABŞ-Rusiya münasibətlərindən də danışdı və Tomahawk raketləri Ukraynaya verilsə, iki ölkənin münasibətlərinə necə təsir göstərəcəyinə də aydınlıq gətirdi. Və bildirdi ki, əgər ABŞ Ukraynaya Tomahawk raketlərini vermək qərarını qəbul edərsə, bu Rusiya-ABŞ münasibətlərinə bərpa olunmaz zərbə vuracaq. Также
Əgər Amerika Birləşmiş Ştatları administrasiyası bu qərarı nəhayət qəbul edərsə, bu yalnız qarşıdurma spiralını daha da gərginləşdirməklə qalmayacaq, həm də Rusiya-Amerika Birləşmiş Ştatları münasibətlərinə bərpa olunmaz zərər vuracaq. Halbuki bu münasibətlərdə yenicə iki tərəfli dialoqun bərpasına dair müəyyən əlamətlər görünməyə başlamışdı. Moskva Vaşinqtonun bu məsələdəki addımlarını diqqətlə izləyir və vəziyyətin daha da gərginləşməməsi üçün çağırış edir. Bu addım Ukrayna istiqamətində həll yollarının axtarışını ciddi şəkildə çətinləşdirə bilər. Ümid edirik ki, Vaşinqton bizim mesajlarımızı eşidəcək. Vaşinqtona mesaj yalnız Zaxarovadan gəlmədi. Başqa nələr hardan gəldi, nələr deyildi deyək. İstənilən bir ölkə qlobal təhlükəsizliyə xələl gətirən nüvə sınaqları ilə bağlı səhv qərar qəbul edərsə, Moskva eyni cür cavab verəcək və reaksiya özünü çox gözlətməyəcək. Bu barədə də jurnalistlərə Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov bildirdi. Başqa nələr dedi? Diqqət edək. Əgər lazımi imkanlara malik olan hansısa ölkə sınaqlar keçirmək üçün səhv və zərərli qərarlar qəbul edərsə, əlbəttə, Vaşinqton bizim əsas diqqətimizdədir. O zaman biz də eyni şəkildə cavab verəcəyik və bu çox çəkməyəcək. Vaşinqton çoxdan da nüvə sınaqları üçün zəruri olan infrastrukturu hazır vəziyyətə gətirmək üçün çalışır və biz də bunu izləyirik, deyir Rusiya tərəfi və dediyimiz kimi cavab da verəcəyik, bu çox çəkməyəcək, dedi. Qaydacağıq bu mövzuya, amma Rusiya Birləşmiş Ştatların damarını sıxmağa bir mövzu tapıb. Söhbət nədən gedir? Rusiya Kuba ilə hərbi əməkdaşlıq sazişini ratifikasiya edib. Bu o deməkdir ki, Sovet İttifaqı dağılandan sonra Rusiya Kuba münasibətlərində müşahidə edilən soyuqluq yeni mərhələyə qədəm qoyur. Analitiklər hesab edir ki, Rusiya ilə hərbi sahədə əməkdaşlığın genişləndirilməsi ABŞ ilə yaxın qonşusu olan Kuba üçün yeni təhlükələr yaradır. Çünki Rusiya bu addımı Birləşmiş Ştatların Ukraynaya Tomahawk qanadlı raketləri vermək planlarına cavab olaraq atır. İndi maraqlıdır ki, Vaşinqton Moskvanın Birləşmiş Ştatlar sərhədləri yaxınlığında da dividendlərə sahib olduğunu göstərən siyasi addımına hansı formada cavab verəcək? Tomahawkların Ukraynaya verilməsi planından geri addım atacaq, yoxsa öz planlarının icrasına davam edəcək? Nə baş verəcək? Məsləhəti Seyidzadə araşdırıb. Federasiya Şurasının təsdiqlədiyi sənəd Rusiya və Kuba hökumətləri arasında 2025-ci ilin martında imzalanmış hərbi əməkdaşlığı nəzərdə tutur. Müşahidəçilərə görə bu Sovet dönəmindən bu yana Rusiya ilə Kuba arasında münasibətlərin yaxşılaşdırılmasına yönələn ilk strateji sənəddir və iki dövlət arasında hərbi əlaqələrin, eləcə də uzun müddətli strateji əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Amma sənədin indi ratifikasiya olunması təsadüfi deyil. Məsələ məhz Tomahawk raketlərinin Ukraynaya verilməsi məsələsinin ortaya çıxmasından sonra gündəmə gəlib. Rusiya və Kuba arasında imzalanan həmin hərbi əməkdaşlıq sənədi Moskvaya Kubada yeni silahlar yerləşdirmək imkanları yaradır. Onlar elə düşünürlər ki, bu gərginliyə görə ola bilsin ki, Trump öz fikirlərindən əl çəkə və bu raketin Ukraynaya verilməsi dayandırıla bilər. Əks təqdirdə təbii ki, Rusiyada bu gərginliyə gedəcək, o həm Oreshniki, həm S-400'ləri Kubada yerləşdirəcək. Kubanın taleyi nə olacaq? Bu təbii ki, gərginlikdən ən çox əziyyət çəkən də elə Kuba olacaq. Çünki biz görürük ki, Rusiya-Ukrayna müharibəsində əsas döyüşçülər arxadadır. Yəni, ABŞ da, Qərb də, eyni zamanda Rusiyanın arkasında duran Çin də, İran da göze görünmürler. Özellikle Rusya-Ukrayna savaşı başladıktan sonra dünya genelinde yalnızlaşan Rusya bir çıkış noktası olarak da Küba'yı tercih etmiştir. Tabii ki Rusya Küba'ya yaklaştıkça Küba'yı zora sokmak isteyen, hemen yanı başında olan Amerika Birleşik Devletleri devreye girmekte. Özellikle Trump'ın yeni döneminde ikinci defa başkan seçilmesiyle birlikte ciddi şekilde Küba'ya sürekli ambargolar ve sürekli askeri operasyonlar düzeyinde operasyonlar gerçekleştirmekte. Ekspertlər hesab edir ki, Kubanın platsdarma çevrilməsi yeni gərginliklərə səbəb olacaq. Savaş gemilerini, uçak gemilerini dahi o kara sularına çıkararak Küba'ya gözdağı vermekte. Hatta Amerika Birleşik Devletleri Başkanı
neredeyse her toplantıda Küba'ya parmak sallamakta ve Küba'yı tehdit etmekte. Amerika bunu fırsat bilerek Küba'ya saldırıyı bir an önce de gerçekleştirebilir. Küba'nın geleceği aslında şu an muallakta. Çünkü şu an Küba'nın hemen denizle olan sınır hattındaki bir noktasında şu an Amerika'nın savaş gemileri teyakkuzda ve elleri tetikte. Üstəlik, Rusiyanın hazırda Ukraynada apardığı ağır müharibə dövründə strateji silahlarını Kubada yerləşdirilməsi real görünmür. Çünki hazırda Avropada müharibə ehtimalı daha yüksəkdir. Belə olarsa, Aryashnik və İskəndər kimi ağır silahlara Moskvanın ehtiyacı olacaq. Я не стал бы с восторгом и воодушевлением говорить о Mən bəzi Rusiyalı həmkarlarım kimi bunu Amerikanın Tomagaf qanadlı raketlərinin Ukraynaya yerləşdirilməsinə yaxşı alternativ hesab etmirəm. Bəli, Sovet dövründə Kuba Kremlin fəal müttəfiqlərindən idi. Lakin Sovet İttifaqı dağıldı və Kuba Rusiya siyasətində prioritet olmadı. Yeltsin, eləcə də Putinin ilk prezidentliyi dövründə Kuba Rusiyadan hərbi siyasi dəstək almayıb. Bu səbəbdən də Venezuela və Kolumbiya kimi regional qonşularla ciddi siyasi və hərbi əlaqələr quraraq sağ qalmağa çalışıb. Hazırki dönəmdə Rusiya qismən təcrid vəziyyətində düşdüyü üçün aydın olur ki, Kubada daxil olmaqla istənilən müttəfiq yaxşıdır. Düşünmürəm ki, Rusiya indi öz silahlarını Kubaya çatdırmaq üçün hər hansı bir əməliyyat keçirməyə hazırdır. Perspektivdə bəlkə də 70 il əvvəl olduğu kimi, əgər Birləşmiş Ştatlar yaxın illərdə Şərqi Avropa ölkələrində, xüsusən də Ukraynada oxşar addımlar atsa, Kuba Rusiya raketlərinin yerləşdirildiyi meydana çevrilə bilər. Rusiya ilə Kuba arasında hərbi sahədə əməkdaşlıq sazişi 5 illikdir, amma avtomatik olaraq yenilənəcək. Analitiklər ümid edir ki, Rusiyanın Kubanı müasir silahlarla təchiz etmək qərarı NATO-nun hərəkətlərinə təsirli ola bilər. Bu, həm də qüvvələr balansını sabitləşdirmək və paritet yaratmaq istiqamətində atılmış addımdır. Göründüyü kimi, bu, Şimali Atlantika Alyansının hərəkətlərinə Rusiyanın adekvat cavabıdır və Alyansın yeni gərginlik ocağının yaranmasına və ya nizamlanmaya doğru addım atacağı zaman məsələsidir. Avropada təhlükəsizlik arxitekturası dəyişir. Moldova ilk dəfə rəsmi sənədlər Rusiyanı öz təhlükəsizliyinə təhdid elan elədi. Moskva da dərhal cavab verdi, amma başqa istiqamətdə söhbət Vaşinqtona olan cavabdan gedir. Zaxarova yenə satira ilə, Ryabkov da isə nüvə ritorikası ilə danışdı, amma məsələ təkcə bəyanat deyil. Rusiya indi Ukraynaya Tomahawk raketlərinin verilməsinə qarşı elə süjetdə də təqdim etdiyimiz kimi Kuba kartını masaya qoydu. Yəni 60 il əvvəlki Karib böhranı bu dəfə 21-ci əsrin versiyasında yenidən səhnəyə çıxır, deyir analitiklərimiz. Moskva Birləşmiş Ştatların sərhədlərinə yaxınlaşır, Vaşinqton isə Avropanı silahlandırır. Nə baş verir? Bu dəfə dünya yeni soyuq müharibəyə girirmi, yoxsa isti diplomatiya üçün son şanslardırmı? Müharibə mi olacaq? Müzakirə edəcəyi siyasi şərhçi Orxan Nəbiyev hazırda bizimlə bağlantıdadır. Orxan bəy, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Biz Kuba məsələsinə qayıdarıq, amma gəlin ilk olaraq Moldova ilə bağlı qərara toxunaq. Moldova Rusiyadan hansı təhlükəni hiss elədi ki, qabaqlayıcı tədbirlər görmək zərurəti yarandı? Bəlkə göstərildiyi kimi hədəf Polşa yox, Moldovadır. Bu ölkənin hərbi büdcəsini artırması və Avropa İttifaqı müdafiə arxitekturasına inteqrasiyası Moskvaya sizcə hansı mesajı ötürür? Moskvadan hansı reaksiya gələcək? Eşidirik sizi. Moldovada nəzərə almaq lazımdır ki, həll olunmamış ərazi məsələsi var. Bu, deməli, Dnestryanı bölgədir, hansı ki, Moldovanın ərazi bütövlüyü çərçivəsindədir, amma onlar özləri müstəqil separatist bir qurumdur və özləri müstəqil elan ediblər. Qanlı müharibə olmuşdu 92-93-cü illərdə. Daha sonra isə Rusiyanın sülh məqamları yerləşdirildi. 2000-ə yaxın kontingent var orada və bundan sonra da danışıqlar davam edirdi. Amma Moldova həmin o bölgədə yaşayan insanlar üçün sərhədləri də açmışdı. Onların ikili pasportu da var. Həm Rusiya pasportu, həm Moldova pasportu. Onlar Moldovada işləyə bilirdilər. Bu isə Moldovanın bir növ Rumıniya ilə yaxınlaşmasına qarşı bir etiraz idi ki, Moldova gələcəkdə NATO-ya üzv ola bilər. Ona görə də Rusiya post-Sovet ölkələrinin hər birində olduğu kimi Moldovada da bu ərazi separatizm kartını işə saldı. Və məhz bu kart yenidən işə düşə bilər. Digər bir Moldovanın təhlükəli bölgəsi var. Bura isə Qaqauziyadır və Qaqauziyada biz görürük ki, son seçkilərdə
Maria Sanduya deyil, ona müxalif olan cəbhəyə səs verdi və bu Rusiya milli qüvvələrə səs verdi və orada da bir növ yeni separatizm dalğası yarana bilər, hansı ki Rusiya hər zaman bu da kartdan istifadə etmişdir və buna görə də Moldova öz milli təhlükəsizliyini əsas konsepsiyasına Rusiyanı əlavə etdi ki, Rusiya gələcəkdə həm FSB vasitəsilə, QRU vasitəsilə bu bölgələrdə yeni konfliktlər, yeni münaqişələr alovlandıra bilər və bu Moldovada sabitliyi poza bilər. Biz bilirik ki, Moldovanın hərbi büdcəsi çox aşağıdır. Moldova demək olar ki, çox məhdud sayda hərbi qüvvədən başqa böyük, geniş hərbi qüvvələri yoxdur onların. Və ona görə də hal-hazırda Moldova məhz həm Ukraynadakı məsələləri, həm də digər postsovet məkanındakı baş verən məsələləri nəzərə alaraq qərara gəldi ki, öz ordusunu yenidən qursun. Aydındır. Gəlin Orxan bəy, bir qədər də Rusiyanın Kuba kartından danışaq. Analitiklər deyir ki, bunu daha doğrusu müqayisə edirlər Karib böhranı ilə. Tomahawk böhranı yeni Karib senarisinin başlanğıcı ola bilərmi sizcə? Rusiya Kuba ilə münasibətləri dərinləşdirdikcə Birləşmiş Ştatların damarını sıxmırmı və Birləşmiş Ştatların reaksiyası necə olacaq? Çox maraqlıdır bu. Yəni, gəlin müqayisə eləməyək Rusiya ilə Sovet İttifaqını, 60-cı illərdəki Sovet İttifaqı, 61-ci ildəki Sovet İttifaqı və məhz bu aya təsadüf edilir, oktyabr ayına təsadüf edilir Karib böhranı. Həmin dövrdəki SSR, onun qüdrəti, onun iqtisadiyyatı, onun müttəfiqləri demək olar ki, dünyanın yarısından çoxuna sahibidir və müxtəlif bölgələrə də müdaxilələr eləyirdi. Eyni zamanda İkinci Dünya müharibəsindən çıxmış bir dövlət idi və biz eyni zamanda görürük ki, öz valyutasını qoruya bilməyən, Pakrovsku 2 il yarımdır işğal eləyə bilməyən, bir qəsəbəni tuta bilməyən Rusiya ilə müqayisə eləmək çox da belə səhv ola bilərdi. Sadəcə bu populizmdən başqa bir şey deyil, bu qərbi qorxutmaqdan başqa bir şey deyil. Bu, yəni Rusiyanın böyük, ciddi addım atacağına gətirib çıxarmayacaq. Və Kuba da həmin Kuba deyil ki, hansı ki deməli inqilabdan çıxmışdı, kapitalizmə qarşı çıxmışdı. Bu günlərim Kuba turistlərin hesabına yaşayan kiçik bir Karib dövlətidir, hansı ki nə onların güclü ümumdaxili məhsulları var, nə iqtisadi qüdrətləri var və bu günlərim sadəcə Kubanın Amerika tərəfindən tutulmaması 61-ci ildə Xruşovla Kennedy arasında razılaşmaya görədir və bu günlərim Amerika istəsəydi Kubanı bir gün ərzində tam olaraq ilhaq eləyərdi. Bu sadəcə Amerika Kennedy ilə Xruşov arasında bu danışığa hörmət olaraq edir. Əgər Putin bu addımı atarsa, Kubanı Amerika Birləşmiş Ştatları yenidən özlərinə təhdid görə bilərlər və hal-hazırda orada nə Fidel Castro var, nə Che Guevara var, nə də Kuba cəmaatı bu inqilabla deməli bəhrələnmiş, yəni bu inqilabın bəhrəsini görmüş bir xalqdır. Onlar hal-hazırda məmnuniyyətlə öz hakimiyyəti dəyişərdilər. Onda Rusiyanın bu kartı həm lazımsızdır, həm də Birləşmiş Ştatların gözünü qorxutmayacaq. Yəni Birləşmiş Ştatlar onda belə çıxır ki, Tomahawkları Ukraynaya verməkdə davam eləyəcək. Yəni bu məsələ öz həllini tapacaq. Düşünürəm ki, yəni Tomahawkların verilməsi bu bir gün ərzində olan məsələ deyil və bir çox ekspertlər qeyd edirlər. İstifadəsi də çətin idi Ukraynaya. Qışa veriləcək və bu onların istifadə eləməyi üçün Ukraynalılar hətta təlim keçirməlidir. Hal-hazırda onları Ukraynalılar istifadə edə bilməzlər. Və ona görə də bu qışa qədər olan bir məsələdir. Bu artıq yəni hər iki tərəf bir-birinə qarşı əslində blefdən istifadə eləyir. Amma sadəcə Rusiyanın blefi biraz zəifdir. Çünki onların əlində güclü kartlar yoxdur, Trumpın dili ilə desək. Amma Trumpın əlində güclü kartlar var. Qışa qədər bir növ Putinə vaxt verib ki, bunu dayandırın. Çünki müharibə heç vaxtı yayda dayanmır. Yayda hücum əməliyyatları keçir. Deməli, don düşənə qədər, palçıq və don düşənə qədər. Və donda isə demək olar ki, bütün cəbhə donur və cəbhəni donduğu yerdən saxlamaq daha rahatdır, nəinki aktiv hərbi əməliyyatlar gedən yerdir. Putin Trumpa demişdi ki, sentyabrın axırına qədər bütün Donbası tutacaq, amma heç nə Donetskin 2 kəndini tuta bilib, nə də Luganskı olaraq tam olaraq tuta bilib. Və Trump artıq bir növ qışa qədər, dekabra qədər Putinə bu Tomahawklarla bağlı vaxt verib. Bir də biz biraz öncə Sergey Ryabkovun və Zaxarovanın da açıqlamalarını verdik və fikir verdiksə Rusiya, rəsmi Kreml
öz təhdid dilini ilk olaraq dediyimiz kimi Zaxarovadan, Ryabkovdan artıq Vaşinqtona ötürməyə başladı. Vaşinqtonun bu ritorikaya cavabı necə olacaq? Çünki açıq təhdid var idi. Siz o raketləri verəcəksinizsə bizim cavabımız da çox sərt olacaq. Nüvəyə əl atacaqsınızsa nüvəyə əl atacağıq deyildi. Bu açıqlamanı necə oxumaq lazımdır? 22-ci ilin mart ayından biz bunu eşidirik və 22-ci ilin mart ayından gah dedilər taksiki nüvə silahı, gah dedilər böyük və Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri eyni zamanda da Çin Rusiyanın müttəfiqi olmağına baxmayaraq Rusiya bu barədə açıq-aşkar xəbərdarlıq elədi ki, bu müharibədə nüvə silahı istifadə olunmayacaq. Bu günlərim xaricdən ordu dəvət edən yeganə dövlət Rusiyadır. Şimali Koreyadan dövlət deməli ordu dəvət edib öz vilayətini azad etmək üçün, Kursk'u azad etmək üçün bu günlərim Ukrayna deməli ordusu tək döyüşür. Bəli, xaricdən dəstək var, xaricdən silahlandırma var. Eyni zamanda da Rusiyanın xaricdən silahlandırma var. Deməli Şimali Koreya mərmiləri, Şimali Koreya raketləri və Çinin mikroçipləri hansıları ki Rusiya öz raket sistemində istifadə edir. Amma hal-hazırda yeganə Rusiya idi ki, Şimali Koreyadan 50.000 döyüşçü dəvət elədi Kursk'unu azad etmək üçün. Və belə olduğu təqdirdə nüvə silahı ilə dünyanı şantaj etmək, bu Rusiyanın müttəfiqi olan Çinə baş ucalığı vermir və çox güman ki, ən birinci Rusiyanı çəkindirən məhz Çin olacaq, nəinki Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri. Aydın Orxan bəy, təşəkkür edirəm. Biz Rusiya-Ukrayna cəbhəsindən danışdıq. Qarşıdakı dəqiqələrdə yaxın şərqdən gələn xəbərləri tamaşaçıların diqqətinə çatdıracağım. Bir açıqlama vardı, Hakan Fidandan gəldi. Onunla bağlı mən bilirəm ki, siz yaxın şərqi də yaxşı izləyirsiniz, oradan gələn xəbərləri və təhlil edirsiniz. Ona görə bu sualı sizə ünvanlamaq istəyirəm ki, Hakan Fidan dedi ki, əgər nəzərdə tutulanlar, yəni əldə olunsa, bugün də atəşkəs imzalana bilər. Yəni sülh əldə oluna bilər dedi. Bunun anonsunu verdi. Ola bilərmi? Misirdən biz müsbət açıqlama gözləyəkmi? Bu hal-hazırda həmin bu müsbət açıqlamanı bir çox ekspertlər, bir çox dövlətlər gözləyir. Bunun birinci növbədə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump da gözləyir ki, o dönəmi qeyd etmişik. Yaxın 48 saat ərzində yaxın şərqdəki vəziyyət bəlli olacaq artıq dünyaya. Çox güman ki, Donald Trump da İsrailə artıq pressing göstərməyə başlayıb. Netanyahu'ya qarşı təzyiqləri də artırıb ki, Netanyahu razılığa gəlsin. Əsas məsələ Həmasın tək silah olunması ilə bağlıdır və çox güman ki, Həmas tək silah olunmağa razılıq verərsə və bu təbii ki, bir gün ərzində olan bir şey deyil. Mərhələli şəkildə bu razılığa gedərlərsə və İsrail də bununla bağlı kompromisə gələrsə, bəli, biz yaxın şərqdən artıq nəhayət ki, müsbət xəbərlər eşitməyə başlayacağıq. Aydındır. Çox təşəkkür edirəm Orxan bəy ətraflı şərhiniz üçün. Bəli, dediyim kimi yaxın şərqdən gələn xəbərlərlə davam edəcəyik. Никогда не соглашаться на оккупацию. Qəzza ilə bağlı xəbərlərə qayıdacaq. Ondan öncə isə Ekvadordan bir xəbərimiz var. Bugün sosial şəbəkələrdə də geniş paylaşıldı bu kadrlar. Ekvador hökuməti prezident Daniel Noboa'ya qarşı sui-qəsd cəhdi olub. Həmin kadrları təqdim edirik. Hazırda elə onları izləyirsiniz. Davam edirik. Cənubi Livanda Hizbullah komandirlərindən daha biri öldürülüb. Həmin anın da görüntüləri yayıldı. Onları təqdim edək. بعد ما طلعت بالسيارة لاحظ جرب ظهرك البيت لا عم تطلع صار نصها بالسيارة.
Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan bildirib ki, ABŞ prezidenti Donald Trump Ankaradan Həması Fələstin münaqişəsinin həlli prosesində iştirak etməyə razı salmasını istəyib. Buna cavab olaraq Türkiyə dərhal Fələstinlilərlə danışıqlar aparıb. Erdoğan Türkiyənin Trumpın münaqişəni sülh yolu ilə həll etmək səylərini dəstəklədiyini və Həmasın mübahisəli ritorika olmadan danışıqlara hazır olduğunu bildirib. Amerikan Başkanı Sayın Trump'ın barış çabalarına aktif destek vererek bölgemizi sıkıştığı bu cendereden süratle çıkarmak istiyoruz. Biz bir taraftan Dışişleri Bakanımız ve Milli İstihbarat Teşkilatı Başkanımız, diğer taraftan muhataplarımızla sürekli temas halindeyiz. Filistin Direniş Örgütü Hamas, Sayın Trump'ın barış planına son derece müsbet cevap vermiş, böylece barış iradesini çok net ortaya koymuştur. ABŞ dövlət katibi Marco Rubio'nun sabah Parisdə Avropa, Ərəb və digər ölkələrin iştirakı ilə Qəzzada hakimiyyətin keçidi ilə bağlı keçiriləcək görüşdə iştirak edəcəyi gözlənilir. Bu barədə Times of Israel 3 diplomatik mənbəyə isnadla məlumat verib. Məlumata görə Parisdə keçiriləcək görüş ABŞ prezidenti Donald Trump'ın irəli sürdüyü keçid planının necə həyata keçiriləcəyini müzakirə etmək və iştirakçı ölkələrin kollektiv öhdəliklərini dəyərləndirmək məqsədi daşıyır. Görüş Misirin Şarm el-Şeyx şəhərində İsrail, Həmas və vasitəçilər arasında davam edən danışıqlarla paralel baş tutacaq. ABŞ prezidentinin xüsusi elçisi Steve Witkoff və ABŞ liderinin kürəkəni Jared Kushner İsrail və Həmas arasında dolayı danışıqlarda girovların azad edilməsi və Qəzzada hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə olunmayana qədər Misiri tərk etməyəcək. Bu barədə Axios Ağ Evin yüksək rütbəli rəsmisinə isnadən məlumat yayıb. Mənbədə bildirilir ki, bu iki Amerika nümayəndəsi gələnə qədər danışıqlar texniki xarakter daşıyıb. Qeyd edək ki, oktyabrın 6-sında axşam saatlarında Şarm el-Şeyxdə İsrail və Həmas nümayəndə heyəti arasında dolayı danışıqlar bərpa edilib. Misir və Qətər nümayəndələri vasitəçi kimi də çıxış edirlər. ABŞ isə Witkoff və Kushner tərəfindən təmsil olunub. Həmas və İsrail vasitəçilər vasitəsilə Qəzzada atəşkəs razılaşması çərçivəsində azad edilməsi planlaşdırılan girov və məhbusların siyahısını bir-birini ötürüb. Məlumatı Həmasın rəsmi nümayəndəsi Tahir Ən-Nunu yayıb. Həmas nümayəndəsi qeyd edib ki, İsrailə verilən siyahılarda Fələstinli məhbusların razılaşdırılmış sayı göstərilib, lakin tam olaraq neçə nəfərin azadlığa buraxılmasının tələb olunduğu açıqlanmayıb. Yeri gəlmişkən Fələstinin Həmas hərəkatı girovların azad edilməsi üzrə mümkün razılaşmalar çərçivəsində İsrail tərəfindən Qəzzadakı keçmiş liderləri Yəhya Sinvar və onun qardaşı Muhammədin cəsədlərinin qaytarılmasını tələb edib. Bu barədə hərəkata yaxın olan Fələstinin MAN agentliyi məlumat yayıb. Qeyd olunur ki, Misirdə Qəzza ilə bağlı keçirilən məsləhətləşmələrdə Həmas nümayəndələri girov mübadiləsi haqqında sazişə Yəhya Sinvar və onun kiçik qardaşı Muhammədin cəsədlərinin hərəkata təhvil verilməsi öhdəliyinin daxil edilməsini istəyiblər. İsrail tərəfi son vaxtlara qədər Yəhya Sinvarın cəsədinin qaytarılmasından qəti şəkildə imtina edir və onu terrorizmin simvollarından biri hesab edirdi. İsrailin saxladığı Global Smooth flotiliyasının iştirakçıları arasında Türkiyə Böyük Millət Məclisinin deputatları da var. Bu barədə Xarici İşlər Naziri Hakan Fidan açıqlama verdi və bildirdi ki, İsraildə saxlanılan aktivistlərin Türkiyəyə gətirilməsi istiqamətində intensiv işlər aparılır. Bizə verilən məlumata əsasən hazırda flotiliyada 144 aktivist var. Onlardan 21 nəfəri Türkiyə vətəndaşıdır. Həmin şəxslər arasında 3 millət vəkilimiz də var. Vətəndaşlarımızın təxliyəsi üçün İsrail üzrə məsləhətçimiz danışıqlar aparır. Gecə saatlarında gəmilər Aşdod limanına yan aldıqdan sonra vətəndaşların təxliyəsinə başlanılacaq deyə Hakan Fidan qeyd edib.
Dünya gündəmi ilə davam edirik. İtaliyanın baş naziri Giorgia Meloni onun barəsində Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırıldığını bildirib. O, bu haqda Rai 1 telekanalına müsahibəsində bildirib. Mənə İtaliyanın Müdafiə naziri Guido Crosetto'ya, Xarici İşlər naziri Antonio Tajani'yə və səhv etmirəmsə Leonardo şirkətinin baş direktoru Roberto Cingolani'yə qarşı soyqırımda iştirak ittihamı ilə Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırıblar. Məncə, nə dünyada, nə də tarixdə belə bir ittiham nümunəsi olmayıb, deyə Meloni bildirib. Qeyd edək ki, İtaliyanın aparıcı müdafiə sənayesi konserni Leonardo'nun rəhbəri daha əvvəl şirkətin Qəzza zolağında soyqırımda iştirak etməsi barədə iddiaları qəti şəkildə rədd eləmişdi. Myanmanın mərkəzində keçirilən Buddist festivalına hücum nəticəsində azı 40 nəfər həlak olub, 80 nəfər yaralanıb. Hadisə Chang'u qəsəbəsində baş verib. Təxminən 100 nəfər Buddist milli bayramı olan Tangyut festivalını qeyd etmək və eyni zamanda hakimiyyət əleyhinə şam işığında etiraz aksiyası keçirmək üçün toplanıb. Motorlu paraşütdə uçan şəxs izdihamın üzərinə 2 bomba atıb. Nəticədə xəbər verdiyimiz kimi 40 nəfər həlak olub, 80 nəfər də yaralanıb. Qeyd edək ki, Myanmar 2021-ci ildəki hərbi çevrilişdən bəri vətəndaş müharibəsi şəraitindədir. BMT-nin məlumatına görə bu dövr ərzində toqquşmalarda 5000-dən çox insan həyatını itirib. Fransadan xəbər verək. Fransa parlamenti aşağı palatasının ali kollegial orqanı olan Milli Assambleya bürosu Prezident Emmanuel Macrona qarşı impeachment elan olunması təklifini qəbul olunmaz hesab edib. Bu barədə də Le Figaro nəşri məlumat yayıb. Təklif müxalifətçi solçu üsyan eləyən Fransa partiyası tərəfindən irəli sürülmüşdü. Təklifə qarşı Macronun partiyasının bütün deputatları səs verib. Milli Birlik Partiyasının deputatları səs vermədə bir tərəf qalıblar deyə bildirilib. Yeri gəlmişkən, yenidən Rusiya gündəminə qayıdaq. Zaxarovanın açıqlamaları var idi. Dediyimiz kimi Birləşmiş Ştatlara qarşı bir təhdid var idi. İndi də dondurulmuş aktivlərlə bağlı bir açıqlama verib. Əgər Rusiya aktivlərinin, dondurulmuş aktivlərinin Ukraynaya verilməsi məsələsi yenidən gündəmə gələrsə, sərt açıqlamalarımız olacaq, sərt addımlarımız olacaq demişdi və bildirmiş ki, Avropa İttifaqı Rusiyanın aktivlərini Kiyevin hesabına köçürərsə, Moskva dediyimiz kimi çox sərt cavab tədbirləri görəcək. Diplomat qeyd edib ki, Avropa İttifaqı ölkələrindən olan məmurları Rusiya vəsaitlərini həyasızcasına mənimsəməyə çalışırlar. Onların fikrincə nə qədər çox alsalar, bir o qədər də yaxşı olacaq. O əlavə edib ki, onların Ukraynaya kredit verilməsi ilə bağlı irəli sürdükləri fırıldaqçı sxem bir çox Avropa paytaxtlarından çox ehtiyatlı və soyuq qarşılanıb. Stat, fırıldaqçılığa meyil hələ də hüquqi nəticələrdən və mümkün cavab tədbirlərindən duyulan qorxuya uduzur. Bir daha təkrar edirəm, bu cavab tədbirləri çox sərt olacaq, dedi Zaxarova. Statın sonu. Davam edirik ölkə gündəmi ilə. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə təşəkkürünü bildirib. Bu barədə dövlət başçısı X sosial şəbəkəsində bir paylaşım edib və qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq deyə paylaşımda vurğulanıb. Qarabağ və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Füzulidə Mirzə Uluğbəy adına məktəb, Qurmanqazı adına uşaq yaradıcılıq mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, Özbək, Qazaq, Qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi bugün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.
Belə, bu xəbərlərdə bugünlük sizinlə sağollaşırıq. Qismət olsa sabah yenidən görüşəcəyik.